أعوذ بالله من اللعين الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والصلاة والسلام على محمد وآله الطيبين الطاهرين. اللهم صل على محمد واللعنة الدائمة على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد، قال الله تعالى في كتابه الكريم: يا أيها الذين آمنوا قوا أنفسكم وأهليكم نارا وقودها الناس والحجارة عليها ملائكة غلاظ شداد لا يعصون الله ما أمرهم ويفعلون ما يؤمرون. صدق الله العلي العظيم وصدق وبلغ رسوله نبي كريم. Peyğəmbər və ali Peyğəmbərə salavat hədiyyə elə. Bugünkü mövzumuz inşallah zərərli vərdişlər barəsində olacaq. Allah-u Müteal Quran-ı Kərimdə Təhrim surəsinin 6-cı ayəsində buyurur ki: Ey iman gətirənlər! Qu ənfusakum və əhlikum naran vuquduhan nasu vel hicarə. Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Bir od ki, onun üzərində Allah-u Mütealın əmrinə üsyan etməyən, Allahın əmrindən çıxmayan, şiddətli, yəni Allahın əmrində şiddətli, itaətkar olan və cəhənnəm əhlinə qarşı şiddətli olan mələklər var ki, heç bir zaman onlar Allahın əmrinə üsyan etməzlər. Bu mübarək ayə və bu qəbildən olan bir çox ayələr bizə həyatımızın tək özümüzdən ibarət olmadığını bəyan edir. İnsan ictimai varlıqdır. Onun cəmiyyətinin ilkin fərdlərini ailəsi təşkil edir. Quran-ı Kərimdə Allah buyurur ki, özünüzü və ailənizi yanacağı insanlar olan oddan qoruyun. Yəni sən özünü, öz canını zərərdən qorumalı olduğun kimi, cəhənnəm odundan qorumalı olduğun kimi, ailəvi də qorumalısan. Eləcə də bu ayədə buna işarə edir də, digər əmr bil məruf nəhy əz münkər barəsində olan ayələr həmin bu çərçivəni daha da genişləndirir. Qonum-qonşular barəsində olan əmrlər, qohum-əqrəbanın barəsində olan əmrlər, ictimai varlıq olan insan özü ilə bahəm cəmiyyətdə ətrafdakı insanlar barəsində də müəyyən öhdəliklər daşıyır, məsuliyyət daşıyır ki, onlara riayət eləməyi vacibdir. Həmin o öhdəliklərdən biri həm özü, həm ətrafdakılar barəsində onların zərərli vərdişlərə tərəf gedənlərini, insanlardan bu vərdişlərə aludə olanlarını o vərdişlərdən uzaqlaşdırmaqdır, pis işlərdən uzaqlaşdırmaqdır. Vərdiş özü insanın hər hansısa bir əməli təkrarlaması nəticəsində bir müddətdən sonra şuursuz və ya şuurlu şəkildə həyata keçirdiyi əmələ deyilir. Məsələn, bizlər dünyaya təbiət etibarı ilə möhtac varlıqlar kimi gəlmişik. Biz qidalanmağa möhtacıq. Yəni, insan qidalanmadan yaşaya bilməz. Bu bizim təbii ehtiyacımızdır. Biz, məsələn, maye qəbul etməyə möhtacıq. Bunu etmədən insan orqanizmi davamiyyət gətirə bilməz. Biz oddan özümüzü qorumağa möhtacıq. Çünki insan bədəninin odun təsirinə davamiyyəti yoxdur. Bunun səbəbi nədir? Yaradan belə yaradıb bizi.
Məsələn, fəlsəfədə məntiqdə belə bir qayda var da, əz-zati la yuəlləl. Bir şeyin ki, zatı, təbiəti bir cürdür, onun səbəbini araşdırmazlar. İnsanın qidaya möhtac olmağının səbəbi nədir? Bunun səbəbini araşdırmazlar. Bunun yaradılışı bu cürdür. Quşun uçmağının səbəbi nədir? Bunun səbəbini araşdırmazlar. Bunu yaradan belə yaradır. Uçan heyvan uçur, nə bilim, yeriyən yeriyir, sürünən sürünür, quruda yaşayan quruda yaşaya bilir, suda yaşaya bilmir və ya suda yaşayan quruda yaşaya bilmir. Bunun hər hansısa səbəbə dayanan bir şey yoxdur. Niyə bəzi canlılar yumurta qoymaqla, məsələn, nəsil artırır, bəziləri dünyaya bətindən gəlməklə? Bunun səbəbi yoxdur. Yaradan təbiət etibarı ilə, zat etibarı ilə bunu belə yaradır. Eləcə də insanın müəyyən ehtiyacları, müəyyən davranışları onun təbiətinin gərəkli elədiyi şeylərdir. Sən fərqində olsan da, olmasan da. İradən olsa da, olmasa da, sən dünyaya gələndən sonra məcbur səni yedizdirirlər ki, tələf olmayasan. Məcbur insanı qidalandırırlar ki, bələkdəki körpəni də qidalandırırlar ki, tələf olmasın, dünyasını dəyişməsin. Niyə? Bu buna möhtac varlıqdır. Baxın, bəzi davranışlarımız, bəzi əməllərimiz bizim təbiətimizin gərəkli elədiyi vacib ehtiyaclarımızdan qaynaqlanır. Məsələn, yemək həmin təbiətimizin gərəkli elədiyi şeydir. Su qəbul etmək, mayə qəbul etmək, soyuqdan qorunmaq və s. və ilaxır. Bunlar bizim təbiətimizin gərəkli elədiyi ehtiyaclardan qaynaqlanır. Amma bəzi şeylər var ki, bunlar insan təbiətinin vacib elədiyi şey deyil. Müəyyən zamandan sonra insan o əmələ bir dəfə mübtəla olur, ikinci dəfə, üçüncü dəfə həmin o əməlin davamiyyəti gətirir onun artıq zəruri ehtiyacına dönüşdürür. Yaradılanda bu şey üzərində yaradılmamışdır. Məsələn, şəraba aludə olan insan dünyaya gələndə Allah onu şəraba möhtac kimi yaratmamışdı ki, bax ha, uşaq dünyaya gələndə, məsələn, nə badə, bələkdə onun şərabını əski eləyəsiz, qalmaz, ölər. Belə bir şey yoxdur. Və yaxud da ki, narkotika möhtac olan insan, asılı olan insan, təbiəti gərəyi ona asılı deyil. Ki, bu olmasa olmaz. Amma müəyyən ehtiyaclar insanın təbiəti gərəyi ehtiyacıdır. Bəzi əməllər istər xeyir olsun, vərdiş də elə hesab eləmin ki, ancaq pis vərdişlər, yox. İstər xeyir vərdiş olsun, istər şər vərdiş olsun. İnsanın bir dəfə baş vurandan sonra, ikinci dəfə davamlı hala gətirəndən sonra, üçüncü dəfə bu davamiyyəti israrla davam eləyəndən sonra, bir yerdən sonra artıq təbiətinin bir hissəsinə çevrilir, xarakterə çevrilir insan üçün. Məsələn, Həzrət Əmir Əl-Müminin əleyhissalama nisbət verilmiş bir kəlamda o Həzrət buyurur ki, Əl-adə təb'un thanin, adət insanın ikinci təbiətidir. Yəni, sənin bir Allahın yaratdığı təbiətin var. Allah səni müəyyən bir struktur üzərində yaradıb, bir, necə deyək, bir xislətdə yaradıb. Bir də sənin sonradan qazandığın, Allah səni elə yaratmamışdı. Amma müəyyən əməllərin nəticəsində sənin təbiəti və xasiyyəti və xarakterivə çevrilmiş ikinci bir təbiətin var. Onu törədən nədir? Həmin o adət, vərdiş. Məsələn, Allah-u Müteal insanı sevinc və kədər üzərində yaradıb. İnsanın hallarından bir halı sevinç halıdır, bir halı kədər halıdır. Bu insan təbiətinin Allahın yaratdığı şəklidir. Amma bunun hər hansısa birinə davamlı meyl eləmək, onun artıq insan üçün ikinci bir təbiət halına gətirir. Məsələn, bir insan elə ancaq əyləncəyə meyllənsin, ancaq gülməyə, məsələn, gülmək, şən olmaq gözəl şeydir də. Amma artığı məzəmmət olunur. Çox gülməkin heybətin aradan gedər. Çox zarafat eləməkin heybətin aradan gedər. Yəni, insan bunlardan hər hansısa birinə tərəf davamlı şəkildə meyllənəndə artıq o təbiətinin bir hissəsini aradan aparır. Əgər gülməyə, fərəhə daha çox meyl eləyirsə, artıq yüngül adama dönüşür. İnsanlar onu ciddiyə almır.
və kədərə də meyllənirsə, o şənliyini aradan aparırsa ki, bəzi yerlərdə olmalıdır. Həzrət Əmir əl-Mömin əleyhissalam buyurur ki, mömin təbəssüm əhli olar, deyər, gülər, yəni zarafat elər, amma yalan zarafat eləməz. Çox zarafat eləməz. Kədərə də meyllənəndə artıq insanlar ondan ikrah eləyir. Yəni desək, o bəd insan kimi baxırlar da, danışanda adamın bütün əlini, qolunu qurudur. Amma bunu balanslı şəkildə yerinə yetirmək, kədər zamanında kədərlənib, o şənlənmək lazım olan yer, bunu insan təbiəti gərəkli eləyir. Allah səni belə yaradır. Bəzi ehtiyaclarımız müəyyən davranışların çoxluğundan sonra artıq əməlin davamiyyətindən bizim üçün ikinci bir xarakterə dönüşür. Artıq bir növ desək, şəxsiyyət olaraq bir insan üçün üzərinə oturur. Məsələn, bir insan şəraba davamlı şəkildə israr eləsin, bir yerdən sonra onun üçün təzə bir ad qoyulur, şərabxor. Yəni, aludətçisidir. Və ya biri narkotik maddələrə, psixotrop maddələrə davamlı şəkildə əməl eləsin, bir müddətdən sonra cəmiyyətdə onun üçün xüsusi bir ad təsis olunur. Bunun aludəçiliyini bildirən və yaxud da ki, digər zərərli vərdişlər olsun, siqareti olsun, məxsusən zəmanəmizin ən böyük bəlalarından biri olan, bəlkə də fərqində olmadığımız internet, telefon aludəçiliyi, nə bilim, kompüter aludəçiliyi, insanlar var ki, həyat onlar üçün telefonun içərisindədir, ətrafdakılardan, ailənin içərisində, ailədən təcriddədir, qonum-qonşu içərisində, qonum-qonşu da, ailə də, əziz də, hamı üçün onun üçün telefonda olan sosial şəbəkələrdəki insanlar da artıq xəyal dünyasında yaşayır, cəmiyyətdən qopub, yol gedir elə telefonun içərisində və s. və ilaxır. Bütün bunların aludəçisi olmaq artıq bir yerdən sonra insan üçün təbiətə, şəxsiyyətə çevrilir ki, onun Allahın yaratdığı təbiətini yavaş-yavaş aradan aparır. Allah insanı aqil yaradır, şuurlu yaradır. O qədər müəyyən şeylər, məsələn, şəraba aludə olan ağlını, şuurunu, heybətini itirir bir yerdən sonra. Görürsən ki, istəyir aludəçisi olsun, istəyir müəyyən adam var, deyir ki, mən daimi olmasa da, xeyirdən xeyrə. Görürsən ki, bu insanın ağlını başından alır da. İnsanı ən üstün şərəfi olan, onu digər canlılardan bir növ desək, ayıran ağlıdır. Bu ağlı sənin əlindən alır, bir növ desək, şuursuz heyvana dönüşdürür. Digər heyvanların, canlıların davranışından davranışı fərqlənmir ki, ayıq başda onu elədiklərini göstərəndə utanıb xəcalət çəkir ki, yəni bunları mən eləmişəm. Və ya digər psixotrop maddələr, narkotik maddələr, vasitələr insanın ağlını, ruhunu əlindən alır. Allah-u Müteala Quran-ı Kərimdə insanı Allahdan uzaq salan hər bir şeyi məzəmmət edir. Məsələn, Qurana baxın, nə qədər ləhib bu şeylər keçir. Boş işlərdən, əyləncə işlərdən çəkinin. Niyə? Çünki bu kimi şeylər səni Allahdan uzaq salır. İnsan təbiəti gərəyi nə ilənsə məşğul olmalıdır. Nə ilənsə məşğul olmalıdır. Bir iş görməlisən, sənin orqanizmində müəyyən enerji var ki, onu sərf eləməlisən nəyəsə. Bunu sən xeyir işlərdə sərf etsən, bir növ desək, onun davamlı yerinə yetirməyi ilə məşğul olsan, o sənin üçün vərdişə çevriləcək. Zərərli şeylərdə də sərf eləsən, o sənin üçün vərdişə çevriləcək. Amma mühüm olan nədir? Onu təyin eləmək. Təyin eləməyin şərtlərindən, meyarlarından biri nədir? Bax, gör, bu işdə Allahın razılığı var, yoxsa yox. Birinci dəfə baş vuranda, bax, gör, bu Allahın əmr elədiyi şeydir, razı olduğu şeydir, yoxsa nəfsin tələb elədiyi şeydir. İnsanın hər hansısa bir vardişlərə tərəf yönəlməyinin ki, hər bir şeyin başında birinci ona tərəf istiqamətlənmək deyanır da. Sən Quran-ı Kərimdə nə qədər ayələr var ki, deyir ki, çirkin işlərə, pis işlərə yaxınlaşmayın. Məsələn, la təqrəbuz zina, zinaya yaxınlaşmayın. Niyə? İnsan üçün istər xeyr əməlin, istər şərr əməlin. İlkin ibtidası, qapı açılışı birinci dəfə ona baş vurmaqdır.
Məsələn, namaz qılan adam birinci dəfə namaz qılanda, ondan ləzzət alanda, ruhu sakitləşəndə, onu davamlı şəkildə ikinci dəfə də meyl eləmək istəyir, qoy yenə qılın. Və yaxud da ki, bir harama meyl eləyən adam, onun, çünki haramların da ləzzəti var da, insan dünya ləzzəti də olmuş olsa, haramın da insan vücudunda təsiri var. O harama bir dəfə meyl eləyəndə, onda o ləzzəti görəndə, o təsir vücudunda qoyandan sonra ikinci dəfə meyl eləmək istəyir. Bütün günahların da, savabların da, xeyr əməllərin də ilkin mərhələsi ona birinci cəhd eləməkdir. O cəhd eləyəndən sonra davamiyyəti bərpa etməkdir. O insanlar ki, birinci dəfə harama yaxın düşür, onun ləzzətini görür, ikinci dəfə onu davamlı şəkildə o cana yayılmaq üçün, yapışmaq üçün ikinci dəfə eləyir, 3, 4, 5 artıq bir müddətdən sonra idarə etməni itirir. Əlində deyil, çəkinmək istəsə də Allah uzaq eləsin, bu sadaladıqlarımız, qumar, nə qədər insanlar var ki, həyatı məhv olub, sərvət əlindən gedib. Şərabə qurşanıb, həyatı əlindən gedib, ailə uşaq atıb çıxır gedir. İnsan nə qədər bu şəraitdə yaşasın, belə ağlı başında olmayan insanla bir yerdə yaşasın. Və yaxud da ki, digər şeylər, məxsusən də indi artıq, belə deyək də, bəzi şeylərin əl çatımlılığı get-gedə asanlaşır. Telefonda onlayn iqralar, qumar və s. və ilaxır. Nə qədər insanlar var ki, ətrafda, hətta möminlərin içərisindən, Allah uzaq eləsin, Allah hifz eləsin şərrindən, həyatını alt-üst edir, bədbəxt edir insanı. Bu kimi şeylər binası ilk cəhddən başlanır. Necə namaza birinci dəfə gələndə ki, insan o ruh rahatlığını tapır, mənəvi yüngülləşmə tapır. Ondan sonra həmin o namaz onun üçün mənəvi sıxıntıların, ruhi sıxıntıların aradan qalxmağı üçün bir meylləndiyi şeyə çevrilir. Eləcə də digər şeylər. Çünki zərərli vərdişlərin insan psixologiyasına uyğunluğu elədir ki, bir əməli bir dəfə eləyəndə beyin onun üçün artıq mükafat hazırlayır, bəhanə hazırlayır. Bunun psixoloji mərhələsi bu cürdür. Bir dəfə hər hansısa bir sıxıntıdan, bir günaha getdin, beyin avtomatik olaraq sənin üçün onun müəyyən xoş xasiyyətlərini, nə bilim, dəyərini filanını, bu kimi şeylər üçün mükafat hazırlayır. Məsələn, falan şeyi, dərdlərini unutmaq üçün biri gedir içir. Məsələn. Bu dərdi unutmaq beynin bunun üçün həmin əməlin müqabilində hazırladığı mükafatdır. Yəni, sən bunu edirsən, müqabilində nə tapırsan? Dərdlərini unutur. Biri əsəbini sakitləşdirmək üçün siqaret çəkir. Beyin bunun üçün hazırladığı mükafatdır ki, bu şeydə hikmət nədir? Əsəb sakitləşir. İstənilən bir əməldə xeyir olsun, faydalı əməl olsun və ya zərərli əməl olsun. Beyin avtomatik olaraq həmin əməl üçün bir mükafat hazırlayır. Namaz qılırsan, niyə qılırsan? Beyin avtomatik sənin üçün təqdim edir ki, ruhun rahatlıq tapır. Adam var ki, namaz onun üçün vərdişdir. Yəni, o ruhu rahatlıq tapsa da, tapmasa da, namazın əvvəlindən axırında heç namazda fikri olmasa da, bu artıq bunun üçün rutinə çevrilib, vərdişə çevrilib. Yəni, bir yerdən sonra şuursuz halda onu yerinə yetirsə belə, yəni şey deyil. Baxırsınız, bəzi möminlərin gilə-güzarı var ki, təzə-təzə namaza gələndə iman necə saf olur. Məscidə daxil olanda sağ ayaqla daxil olasan, sol ayaqla çıxasan, sonra öyrənəndən sonra ki, bu müstəhəbdir, sən əşi müstəhəbdir deyib, yox, tərk eləsən də olar. Və yaxud da bəzi şeylərə qarşı davranış. İnsan o təzə-təzə namaza, dinə, imana gələndə ruhiyyəsi daha fərqli olur da. Müəyyən bir müddətdən sonra artıq bəzi insanlarda münasibət dəyişir, bəzi insanlar da elə həmin abu havasını qoruyur, daha da imanlı, daha da təqvalı bir mərhələyə gedir, çatır. Hər bir halda istənilən xeyr əməl və şər əməlin barəsində, vərdişlərin barəsində beyin ona haqq qazandıracaq mükafatlar hazırlayır. Və onu da sonradan aradan aparmaq asan bir şey deyil. Çünki bu artıq xarakterə çevrilir ki, Həzrət Əmir əl-Möminin əleyhissalama nisbət verilən bayaq dediyimiz kəlamda Həzrət buyurur ki, adət, yəni vərdiş insanın ikinci təbiətidir. Sən bununla doğulmasan da, bu əməli təkrarlamaq artıq sənin üçün bunu təbiətin halına sal. Deyirlər ki, məsələn, filan kəs əsəbi adamdır, qəzəbli adamdır. Yəni, bu bunun artıq xarakteridir.
Böyle dünyaya belə gəlmişdi. Bu müəyyən hadisələrdən sonra qəzəblənməyi özü üçün adət halına salandan sonra artıq bir növ desək bunun şəkli sayılır, çərçivəsi sayılır. İnsanlar elə bunun bir sifətinə. Halbuki Allah bunu yaradanda qəzəbin müqabilində mərhəmət də qoymuşdu da bunu. Amma o davranışın davamlılığı bunu insan üçün artıq bir şəxsiyyət halına salır. Yəni bunun şəxsiyyətinin bəyanı qəzəb, əsəb bu kimi şeylər olur. Və ya xeyir əməllər. Bir insan məsələn namazı davamlı qılsın, sədəqəni davamlı versin və yaxud da ki digər dinin, Allahın sevdiyi, əmr etdiyi əməlləri davamlı şəkildə yerinə yetirsin. Həmin əməllər həmin o insanın şəxsiyyətinə çevrilir. Bir onun haqqında danışanda deyir, məsələn, filan kəs dindar adamdır, filan kəs yaxşı namaz qılandır, filan kəs iman. Niyə? Bu şeylər bunun artıq təbiətinin tərkib hissəsinə çevrilir. Ana bətnindən gələndən bu namazla, ibadətlə məşğul olan olmayıb ki. Amma dünyaya gələndən yemək yeyir. Dünyaya gələndən müəyyən ehtiyaclarını, iradəsi daxilində, xaricində bunun üçün həyata keçiriblər. Odur ki, adətlərə qurşanmaq birincisi ona qarşı istiqamətlənməkdən gedir. Getməyəcəksən, qardaş. Bir haram var, təşviq eləyən var. Çünki şeytan da boş dayanmır da. Şeytan və şeytan xislət insanlar. Dəvət eləyəcək, birinci mərhələdən getmə. Birinci dəfə getdin, qapını özün üçün açırsan. Ondan sonra ikinci dəfə iradən daxilində gedəcəksən, getməyəcəksən və s. və ilə axır o sual altındadır. Heç vaxt insan gərək imanından arxayın olmasın ki, mən filan şeyi eləmərəm. Yox, sən bilmirsən, harda, hansı vəziyyətdə, hansı ruh halında yaxalanacaqsan günaha, orada həmin əməli eləyəcəksən, eləməyəcəksən, onu bilmirsən. Hərə bir yerdə həssasdır da. İnsan var ki, dünya malına həssasdır. İnsan var ki, məsələn, şəhvani duyğulara həssasdır. Orada özünü saxlaya bilmir. İnsan var ki, əyləncəyə həssasdır. Biri şəraba həssasdır. Oradan özünü qoruya bilmir. Hərə bir yerdən bir zəif nöqtəsi var ki, şeytan da həmin yerdən nüfuz eləmək istəyir. Bugünkü ağlın, bugünkü şuurun, bugünkü imanın ki var, sən bilmirsən ki, bir gün elə bir hadisələr üz verə bilməz ki, həmin o hadisələrin təsirindən sən özünü hansısa haramın qapısında tapmamış olasan. Ona görə necə zərərli vərdişlərin əvvəlindən çəkinmək əmr olunub, haram olunmuş əməllərə əvvəldən getmək qadağan olunub, eləcə də vacib olan əməllər, müstəhəb olan əməllərə əvvəlindən təşviq olunub, bunu davamlı hala gətirmək bizə əmr olunub ki, bu bir yerdən sonra insanın təbiətini təşkil edir. Yəni, sən namaz qılmasan, nəsə başqa bir şeylə məşğul olacaqsan. Sən oruç tutmasan, nəsə başqa bir şeylə məşğul olacaqsan. Yəni, ac qalmasan, yemək yiyəcəksən də. Sən əgər hər hansısa bir vacib əməli yerinə yetirməsən, məsələn, puluvu, xumsa, zəkata, sədəqəyə, xeyrə və ya özünün halal olan zəruri ehtiyaclarına sərf eləməsən, bunu nəyəsə xərcləyəcəksən də pul xərclənmək üçün. Ona görə həmin o zərər ehtimalı olan şeylərin müqabilində də özün üçün başqa bir işlər hazırlamalısan ki, o səni o tərəfə getməkdən aludə, bir növ desək, olmaqdan qorusun, saxlasın. Və illa, hətta psixologiyada belə bir şey var ki, bəzi alimlər bilirlər ki, vərdişlər tərk olunmur. Vərdiş tərk olunmur, dəyişdirilir. Sən deyəsən ki, məsələn, mən filan əməli tərk eləyirəm, onu tərk eləməyin yolu onu hər hansısa başqa bir şeylə əvəzləməkdir və həmin şeyin özünü tərk eləyəsən, əslən həyatında heç bir rolu olmasın, bu çox çətin bir şeydir. Çünki xasiyyət, xarakter, təbiət tərk olunan bir şey deyil. Sən quşa uçmağını yadırğada bilərsən və ya suda yaşayan heyvanı gətirib quruda yaşayan heyvana dönüşdürə bilərsən. Bu, bunun təbiətidir. Xarakterdə, vərdiş də insanda xarakterə çevriləndən sonra, adətə çevriləndən sonra onu dəyişdirmək, tərk etmək mümkün olmur. Onu nə ilənsə əvəzləyə bilərsən. Ona görə buyururlar ki,
Sən Quran-Kərimin ayələrinə baxın, Əhl-i Beytin hədislərinə baxın. Namaza bu qədər təşviq olunmağının səbəbi nədir? Oruca bu qədər təşviq olunmağının səbəbi nədir? Sədaqəyə, həsənələrə, sabiqul xeyrat, xeyr əməllərdə ötüşün bir-birinizlə. Və yaxud da ki, təzəvvədu və xeyruzad ət-təqva, azuqə toplayın və ən gözəl azuqə təqvadır. Bütün bunların hamısı azuqə niyə toplayırsan? Axirətində fayda vermək üçün. Axirətində fayda vermək üçün azuqa toplayırsansa, nə vaxta qədər toplamalısan? Bir dəfə əməl eləməyinlə bir qiyamətin məhşərin səhnəsindən çıxa bilərsən? Yox. Yəni, davamlı şəkildə ölənə qədər azuqa topla deməkdir. Yəni, xeyr əməlləri ölənə qədər, qiyamətə qədər davam elətdir deməkdir. Və bu davamiyyətə olan əmr nədən qaynaqlanır? Bunu davamlı eləməsən, yəni namaz qılmasan, namazı əvəzləyəcək başqa bir iş eləməlisən. İnsan boş dayanmır da. Ya halalından, ya haramından o vaxtı nəyəsə sərf eləməlisən. İndi insan var, deyir ki, bekarçılıqdır. Məsələn, halal olan hər hansısa bir əyləncəyə, vaxtın israfına səbəb olan şeylərə, məsələn, deyək ki, üst tutur. İnsan da var ki, haramına üst tutur. Kimisi, məsələn, gedir, kompüter salonunda kompüter oynayır, deyək ki, şəriətdə barəsində haramlıq gəlməyən bir şey. Vaxt israfıdır. Onu başqa gözəl şeylə əvəzləmək olar. Kimisi də gedir, haram olan bir şeyə gedir. Hər ikisi vaxt israfıdır. Onun əvəzində kimisi də gedir, ibadətlə məşğul olur. Kitab mütaliə eləyir. Xeyr bir əməlin dalınca gedir. Hər bir halda sən nəsə eləməlisən. Bu nə səni xeyirliyə və ya zərərliyə istiqamətləndirmək insanın həva-həvəsindən qaynaqlanır. Ona görə valideynlərə əmr olunur ki, körpəliyindən uşağı düzgün böyüdür. Onun o həva-həvəsini formalaşdıran valideyndir. Valideyn uşağı böyüdəndə elə əmini soy, dayını soy, nənəni soy, babanı soyla böyütsə, bu uşaq dilində dünyaya söyüşlə gəlməyib ki. Böyüyəndən sonra da elə söyüş dilindən düşməyəcək. Valideyn uşağı necə tərbiyə eləyirsə, onun nəfsini ilkin formalaşdıran valideyndir. Övladın, insanın nəfsini, şuur altını, xarakterini ilkin formalaşdıran valideyndir ki, deyirlər, hər kəs öz prototipini yaradır, öz bir növ desə şəxsiyyətini yaradır. Ona görə uşaq böyüyüb özünə oxşamayanda deyir, bu uşaq kimi oxşadı. Kimlə öyrəndi bu xislətləri? Hamı öz bir növ desək, xarakterini, ikinci bir özünü öz uşağında böyüdür. Ona görə əmr olunur ki, onun nəfsini formalaşdıranda tərbiyəsində gözəl davranın. Baxın, İmamlar əleyhissalama Həzrət buyurur ki, biz körpəliyimizdən uşaqlarımıza anamız Fatimə-i Zəhranın zikrini öyrədirik. Niyə? Bu uşaq bu adab üzərin. Bir uşaq, namaz ona heç vacib deyil. Gözünü açandan, Allahu Əkbərlə, Əlhəmdülillahla, Subhanallahla böyümüş olsa, təbii ki, bu bunun bir yerdən sonra xarakterini, bir uşaq da elə nənəni, babanı soya-soya böyüsə, o da onun xarakterinə çevriləcək, dilinin zikri o olacaq. Bu təsbih bir yerdən sonra onu ikinci bir mərhələyə çevirəcək, zikirlərini artıracaq, bir yerdə artıq namaz mərhələsinə gələndə o uşaq boyun qaçırmayacaq. Niyə? Bu bunun ətinə, xəmirinə yoğrulmuş bir şeydir də. Öndə böyüsün, uşaq həddi buluq vaxtına çatır. Deyirsən ki, baba namaz qıl, valideyn uşaqla bacarmır. Və ya filan şeylər eləmə, valideyn uşaqla bacarmır. Niyə? Onun nəfsini formalaşdıranda elə formalaşdırıb ki, artıq o sənin, nə sənin, nə də özünün ixtiyarında deyil. Həva-həvəs də insanı hər hansısa bir şeyə istiqamətləndirən, nəfsin özünə qalanda, Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, İnnan nəfsə lə əmmarətun bussu, həqiqətən nəfs insanı pis işlərə sövq elətdirər. Yəni, nəfs işi onun ancaq istəməkdir. Analiz eləyib yaxşını pisinə ayırt eləmək deyil. O ağılın işidir. Nəfsin istəyəcək, ağıl onu tənzimləyəcək. Olar, yoxsa olmaz, elə ya eləmə. O insan nəfsini pis istəklər üzərində quranda, xarakterini o cür formalaşdıranda, ağıl artıq həmin nəfsin əsarətinə düşür, artıq ağıl kontrol edə bilmir ki, bunu eləmə. Ağıl kontrol edəməyəndən sonra, düzgün analiz edəməyəndən sonra əzm məqamında, yəni iradə məqamında artıq həmin o işi, bildiyini həyata keçirmək məqamına gələndə artıq iradə də boyun əyir.
Çünki bir yerdən sonra bəzi vərdişlər var ki, insan iradəsini əlindən alır. Bir ixtiyar danışdırsan, məsələn, indi görürsünüz də verilişlər hazırlayırlar filan, bəzi zərərli vərdişlərə quruşanan insanlardan. Danışanda özü deyir ki, mən sağalmaq istəyirəm, qurtarmaq istəyirəm bundan. Yəni, özü də dərk eləyir bu pis işdir. Amma bir yerdən sonra artıq insan iradəsini itirir. İnsan şuuruna hakim olur ki, bir yerdən sonra tərk eləmək çətinləşir. Bu, əgər xeyir əməldə olsa, xeyir əməldə barəsində olur. Bir yerdən sonra namazı tərk eləmək çətinləşir. Ruhunun bir parçasına çevrilir. Elə bir ki, həyatında hər hansısa vacib bir ünsür yoxdur, əgər namaz olmasa. Və yaxud adam var, bir namazını qəzaya verəndə elə bir dünya başına yıxılır. Bu, bunun təbiətinə çevrilir. Adam da var ki, məsələn, şərabı olmayanda elə bir dünya başına yıxılır. Dilənməyə razıdır ki, təki onun pulunu düzəltsin, geçsin. Və yaxud da narkotik üçün. Zamanı çatanda dilənməyə belə, özünü, şəxsiyyətini ora qədər alçatmağa belə, bir növ desək, razıdır ki, təki o ehtiyac, çünki iradə artıq əldə deyil. Ağıl artıq əldə deyil, kontrolda deyil ki, görüm bunu necə qarşısına alın. Ona görə tövsiyə olunmuş əməllərdən biri zərərli vərdişlərin tərki üçün onu xeyirli vərdişlərlə əvəzləməkdir. Hər bir halda sən nəsə eləməlisən. O pisi eləməkdənsə, bu enerjini sərf eləmək istəmirsən, pisə sərf eləməkdənsə yaxşıya sərf elə. Get namaz qıl. Başqa bir xeyir işlə məşğul ol. Başqa bir xeyirli işlə, kitab oxumaqla başlayıb qat. Hər hansısa bir şeylə onu əvəzlə. Bu vərdişləri tərk etmək üçün təkid olunmuş və tövsiyə olunmuş şeylərin ən başında olan şeylərdən biri dua gəlir. Bir yerdən sonra, insan iradətini itirəndən sonra artıq çarə qalmır. Ümid bir dənə Allaha qalır. Belə fikirləşməyin ki, bu sənin özünə qalan şeydir də. Bəli, insanın özünə qalan şeydir. İradəsini insan gərək elə tərbiyələndirsin ki, şər və xeyr əməllər arasında onu idarə eləyə bilsin. Amma bir yerdən sonra ki, artıq iradə əldən çıxır, ümid Allaha qalır. Məsələn, nə qədər dualar var ki, orada təbii ki, imamlar bu duaları bizə təlim keçmək üçün, bizə öyrətmək üçün eləyirlər. Onlar o günahları elədikləri üçün tövbə eləsinlər və s. Belə şey yoxdur. Bizlərə təlim, danışıq üslubu, ədəb ərkən öyrətmək üçün. Bəzi yerlərdə gəlib ki, İmam Baqir əleyhissalam məsələn dua edir, deyir, ilahi, sən bilirsən ki, mənim artıq qüvvətim azalıb. Pis əməllərin müqabilində tədbirim azalıb. Bilirəm pisdir. Amma bununla necə mübarizə aparım? Nə tədbir töküm? Onun tədbirini seçə bilmirəm. Qüvvəm azdır, müqavimət göstərə bilmirəm. Çünki hamı hər harama elə şövqündən, istəyindən getmir ki, adam var, təbiəti budur ki, elə pul əlinə düşəndə dostlaşlarını yıxsın, geçsin yeməyə, içməyə. Adam da var ki, bir yerdən sonra artıq özü də istəmir. Amma orqanizmin tələbatıdır. Hamı hər dəfə harama şövqündən, ləzzətindən getmir. Bir yerdən sonra artıq ləzzəti də olmur. Amma əl çəkə bilmir. Həzrət buyurur ki, duasında, İlahi, sən bilirsən ki, mənim qüvvəm azalır. Mən buna müqavimət göstərə bilmirəm. Üzləşirəm, istəmirəm bu əməli eləyim. Amma onun təsir qüvvəsi mənim müqavimət qüvvəmdən daha güclü olur. Tədbirini tökə bilmirəm. Sən mənə kömək ol, sən mənim işlərimi, adətlərimi, vərdişlərimi yanında gözəl olan vərdişlərə dönüşdür. Bir yerdən sonra insan artıq müvəffəqiyyəti, onsuz da hər bir halda sən Allaha möhtəçsən və Allahdan istəməlisən ki, Həzrəti hədis-i qüdsüdə gəlir ki, Allahu Müteal Həzrəti Musa əleyhissalamı buyurur ki, ya Musa, qoyunuvun otunu, xəmirivin duzunu belə məndən istə. Yəni, elə fikirləşmə ki, bu nə deyib onun üçün dua eləyim? Böyük müşküllərimdə Allaha ələ salam. Yox, özüvü ən kiçik şeylərdə belə Allahdan ehtiyatsız bilmə. Ki, bu nədir ki, bu özüm də eləyərəm demə, bunu özüm də eləyərəm demə. Həzrət buyurur, Allah-u Teala buyurur ki, ey Musa, qoynuvun otu olsa belə,
Xəmirimin duzu, yəni bu qədər bəsit şeylər olsa belə, bunlarda belə özünü məndən ehtiyatsız bilmə, məndən istə. Eləcə də haram əməllərdən çəkinmək üçün müvəffəqiyyəti Allahdan istəmək lazımdır ki, ilahi, sən məni namaz qılmaqda müvəffəq elə, vaciblərdə davamlı olmaq üçün. Sən məni filan haramdan çəkinməkdə müvəffəq elə, qüvvət ver, qüdrət ver. Ki, əgər sənin o əməl məqamında qarşılaşanda hazırda iradən ona müqavimət göstərməyə əl vermirsə, o şəraitdə deyilsə, Allahın lütfü sayəsində, çünki Allah buyurmur ki, duavız olmasaydı Rəbbinizin dərgahında nə dəyərviz olardı? Dua ən üstün ibadətlərdən biridir. Əgər hazırda o əməlin müqabilində o halda deyilsənsə, dua ilə insan o hala ələ gətirə bilər. Allahın lütfü sayəsində o günahdan, haramdan uzaq düşə bilər. Salavat seçilə Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bütün bunların hamısı ki, bir yerdən sonra artıq mələkəyə çevrilir, adətə çevrilir, insanın şəklini formalaşdırır. Yaxşı və pis əməllərin mənşəyi, xeyr əməllərin mənşəyi təbii ki, təqvadır, ilahi təqva, Allah qorxusu. Allah qorxusu insanı xeyr əməllərə istiqamətlənmək üçün istiqamətləndirən şeylərdən biridir. Şərr əməllərin də mənşəyi insanın həvası, həvəsi, zövqlərə, ləzzətlərə olan meylidir ki, insan bir yerdən sonra xeyr əmələ aludə olsa onun təsirindən çıxa bilmir. O əməllər onun təsirini, bir növ desək, öz təsirini onun həyatında davamlı eləyir. Zərərli şər əməllərə də aludə olmuş olsa, o əməllərin təsirindən çıxa bilmir. Ona görə daim nəfsi təzkiyə eləmək, özünü tərbiyələndirmək, ədəbləndirmək dinimizin bizə olan əmirləridir ki, indi bundan sonra hələ belə deyək də Allah-u Teala nə qədər ömür verir, həmin o ömrü Allaha sərf etmək üçün fürsətimiz var. Əgər bir zərərli vərdişlərimiz var ki, faydası yoxdur, belə deyək, həyatımızda israfdan başqa bir rol oynamır, hələ fürsətimiz var, nə qədər həyatdayıq. Allah-u Teala xətalarımızı, günahlarımızı bağışlasın. Bizə verdiyi ömrü ona layiqli şəkildə ibadətlə, itaətlə keçirtməkdə müvəffəq eləsin. Hər bir halda bax, bu cümələrin hər həftə davamlı olmağı, mövlud şəhadətlərin davamlı olaraq olmağı, məclislərin davamlı olaraq təsis olunmağı da insanın dinində, imanında sabit olmağı üçün bir vasitədir. Məxsusən bugün dünyaya meylliliyin, dünyanın ləzzətlərinin cilvələndirilib, dinin, imanın təhqir olunduğu, yəni gözdən salındığı bir dönəmdə insan gərək öz nəfsini, imanını möhkəm saxlasın, tərbiyələndirsin ki, qiyamət günündə əbədi həyatda zəlil-i xar olmasın. Həzrəti Əmir-əl-Müminin əleyhissalamın bir dənə hədisini deyib, inşallah sözü tamamlayıram. Həzrəti Əmir-əl-Müminin əleyhissalam Nəhcül Bəlağədə buyurur ki, Əyyuhən-nas, təvəlləv min ənfusikum tə'dibəhə. Ey insanlar, öz nəfslərinizi tərbiyə eləməyə başlayın. Və i'dilu bihə an darabəti adatihi. Və onu pis vərdişlərin sərtliyindən uzaqlaşdırın. Yəni, sənin etdiyin əməllərin, vərdişlərin sənin nəfsi və xarakteri və təsiri var. Onu necə formalaşdıracaqsansa, o sənin şəxsiyyətinə çevriləcək bir yerdən sonra. Həzrət buyurur ki, o nəfsin istəklərindən, pis istəklərindən uzaq durun. Bilin ki, bunun bir yerdən sonra zərəri olacaq. Bir yerdən sonra insanın həm dünyada, həm də axirətdə xar olmağına səbəb olacaq.